Milli Hidrometeorologiya Xidmətinə kanalımıza verilən məlumata görə iyunun 27-sindən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında fasilələrlə davam edəcək intensiv, bəzi yerlərdə güclü yağışın səhər saatlarından tədricən kəsiləcəyi gözlənilir. Məlumata görə gecə saatlarında yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək, temperatur gecə 18-21, gündüz 23-27 dərəcə isti gözlənilir. Naxçıvanda da sabah gün ərzində yağış yağacaq, temperatur 21-26 dərəcə isti olacaq. Bəzi rayonlarda yağış yağacaq, arabir leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq, dolu düşəcək. Axşama doğru yağıntılar bir qədər də güclənəcək, axşam isə kəsiləcək. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 16-20, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20, bəzi yerlərdə isə 23-26 dərəcə isti olacaq.